Müəllimlər, hər vaxtınız xeyir olsun. Bizim deməli yanvar qruplarına dərslərimiz davam edir. Təzə qruplarımız var, yanvar qrupları. Qoşulmaq istəyən müəllimlər, yəni bizimlə əlaqə saxlayıb dərslərimizə qoşula bilər. Deməli, yanvar qruplarında dərslər həftədə 4 dəfə keçirilir. 4 dəfə. Hər dərs müddəti də 1 saat yarımdır. Deməli, sürətli qrupdur. Həm mövzu izahı olacaq, həm də testlərin izahı olacaq. Deməli, sertifikasiya hazırlaşanlara toplu, güvən, bir də ki, deməli, bizim hazırladığımız sınaqlar. Amma MİQ-ə hazırlaşan müəllimlərə isə deməli, topludur, güvəndir, KASP-dir, bir də MHM. Yəni, vaxt itirmədən dərslərimizə qoşula bilərsiniz. Dərslər mükəmməl formada təşkil olunur və sual da, maraqlı suallar deməli, bizim kanalda da izah olunur. Vaxt itirmədən 2 dənə sual var. Həmin sualların izahına başlayaq. Deməli, deyir ki, çəkisi 10 Newton olan K yükü bir cins çubuq vasitəsilə şəkildəki kimi 1 Newtonluq qüvvə ilə qaldırılır. Buna əsasən çubuğun çəkisi. Çubuğun çəkisi düz ortaya tətbiq olunur. Yəni, bura yazıram P çubuq. Deməli, bu O nöqtəsinə görə moment alacaq biz. Bax, bu P çubuq bunu bu tərəfə fırlatmaq istəyir. Buna deyirəm M1. Bu 10 Newton bunu saat əqrəbi istiqamətində fırlatmaq istəyir. Buna deyirəm M2. 1 Newton isə saat əqrəbinin əksinə fırlatmaq istəyəcək bunu. Buna da deyirəm M3. Deməli, momentlər qaydası nədir? Saat əqrəbi istiqamətində fırladanların momenti bərabərdir saat əqrəbi əksinə fırladan qüvvələrin momentlərinin cəminə. M2-nin momenti olacaq 10 vır dayağa qədər olan məsafə 1 bölgü. Deməli, M1-in momenti çubuğun çəkisi vır. Deməli, qolu 2 plus M2 qüvvəsi 1-dir. Qolu da buradan dayağa qədər olan məsafə 4. Onda P çubuq bərabərdir. Ondan 4 çıxanda 6 edir. Deməli, P çubuq nəyə bərabər olacaq? 3 Newtona. Cavab olacaq burada A variantı. Keçirik növbəti suala. Deməli, çubuğun çəkisi P-dir. Aha, çubuğun çəkisi P-dirsə düz ortaya tətbiq olunur P. Çubuğun şəkildəki kimi tarazıda qalması üçün hansı nöqtədən asılmalıdır? Müəllimlər, bunun ən qısa yolunu deyəcəm sizə. Ən qısa. Bax, ən qısa yolu nədir? Deməli, 3, 6 dənə bölgüdür. 1, 2, 3, 4, 5, 6. Bunu çəkin burada. 2P buradadır. P buradadır. Deməli, P buradadır. 3P də buradadır. Bizim, deməli, tarazlığın şərtinin birincisi odur ki, yuxarı çəkən qüvvə aşağı çəkən qüvvəyə bərabərdir. Deməli, yuxarı aşağı neçə dənə qüvvə var? 2P, P, P, 3P. 3, o da deməli 3, 4, 5, 7 dənə P. Deməli, tutaq ki, bunu hər hansı bir ipdən asmışam da. 7P. Amma bilmirəm axı hardan asmalıyam. Bax, mən ən rahat olsun deyə bura görə moment alacağım. Bura deyəcəm X. Всё. Bax, bunlar bunu hamısı saat əqrəbinin istiqamətində fırladır. Amma 7P bunu saat əqrəbinin əksinə fırladır. Deməli, nə edəcəm? 2P vur 1 dayağa qədər olan məsafə plus P vur dayağa qədər olan məsafə bax bu 3 plus O nöqtəsinə görə moment alırıq da. Sonra P-ni vururuq, bu birisi P-ni vururuq. Deməli 5-ə plus 3P-ni də vururam 6-ya. Bərabər eləyirəm. 7P vur X. 7PX. Всё. Deməli 2P plus 3P üstə gəl 5P üstə gəl
18p bərabər 7px. İndi baxaq 18, 20, 28. 28p bərabərdir 7px. P'lər getdi burada. Onda x nəyə bərabər olacaq? 4-ə. Deməli, mən tapdım ki, həmin bax bu çubuğu hardan assam tarazda qalar. Deməli, həmin bu nöqtədən 4 bölgü aralıda. 1, 2, 3, 4. Deməli, M nöqtəsindən assam. Cavab D variantı. Diqqətinizə görə sağ olun.